İlanın ağına da qarasına nədir? Niye elini götürdün be? Oynamıram ben vapşeyi. Ne? Ne gözü? 2-2-4 olan qız yaşı 14 olan. Düzdür. Süd içməmsən için niyə göynüyür? Bilmirəm südü. Nə? Çətin mənə niyə verirsən bunu? Kommentlərə pis rəyli yazanlara məndən like. Xahiş edirəm bizi linç etməyin dostlar. Oyun ərəfəsində çox həyəcanlı oluruq. Tapmamağımız yəni normaldır. Bir dəqiqə. Dəqiqə ya. Bəxtə sən aşkındır. Sakit. Şeytanı yoldan çıxarma. Əməkdaşlıq etmək. Göstər. Stop. Не надо. Не надо путать шалаху. Bu odur da девочка stop. Əlbəttə ki, rus dilində deyəsi deyiləm, Azərbaycanda. Bu sağ əlin nəyi var, sol əlin səsi var. Bəli. Ben bu oyunda biraz zayıfım. Part 2. Deməli. Bilərsən də. Qoca adam yol çıxar. Balaca adam ağlayar. O da olmayan yerdən tüstü çıxmaz. Uşaqlar sakit olun, diqqətimi pozursunuz. Danışmaq gümüşdürsə, susmaq qızıldır. Ağır ver. Ayda. Oturanda elə otur ki, dur deməsində. Əyri oturaq düz danışaq. Əyri oturaq düz danışaq. Yo, Mənim səhvimdir, onu demək. Yox, onun ağzını mən tərpətmirdim ki. Yoxsa götürmüşdüm. Ağac bar verəndə başını aşağı əyər. Çox həyəcanlıyam. Sağ bir əlin səsi yoxdur. Bir əlin nəyi var? İki əlin səsi var. Dayan da bir dəqiqə dayan. Sağ əldən səs çıxmaz. Sol əldən çıxar. Məncə ayaqdan çıxar. Tərbiyəsizləşmə, yaxşı oldu. Burada intelligent burada bir yarışma gedir. Sağ əldən səs çıxmaz. Hədiyyəsiz yola salırıq səni. Hələ hədiyyəsiz zaxsız. Mən hədiyyəsiz gedən oğlan deyirəm. Göstər, mən tapa bilmərəm, elə şey mümkündür. Ən asandır. Danışanın. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Hə, hədiyyə yoxdur, ona görə mən oynamıram.